Salam əziz dostlar. Bu həftənin mövzusu Məsihlə birlikdə yaşamaq. Bugün bir çoxlarımızın doğru bildiyi bir fikri, demək olar ki, alt-üst edən güclü bir mövzunu araşdıracağıq. Söhbət Kolosilər kitabından gələn səmavi düşüncə paradoksundan gedir. Bu həqiqətən də həyata baxışımızı tamamilə dəyişdirə biləcək bir anlayışdır. Gəlin başlayaq. Yəqin ki, bu cümləni hamımız hardasa eşitmişik. Adətən kiməsə çox xəyallara dalanda, reallıqdan qopanda onu yerə qaytarmaq üçün deyirlər. Və düzünü desək, ilk baxışdan çox məntiqli səslənir, elə deyilmi? Amma bugün baxacağımız mənbə, yəni Kolosilər kitabı bu fikri sanki baş üstə çevirir və bizə tamamilə fərqli bir həqiqət göstərir. Baxın, əsl paradoks da elə budur. Mənbə deyir ki, əgər biz həddindən artıq dünyəvi düşüncəli olsaq, yəni bütün fikrimiz, zikrimiz bu dünyada olsa, əslində səmavi məqsədlər üçün tamamilə faydasız olaraq, yəni başqa sözlə desək, yer üzündə həqiqi fayda vermək üçün əvvəlcə diqqətimizi yuxarıya, səmavi olanlara yönəltməliyik. Bəs bu necə ola bilər? Məhz bu ziddiyyətli, amma çox dərin fikrə görə biz bu mövzunu səmavi düşüncə paradoksu adlandırdıq. İndi gəlin biraz dərininə gedək. Görək bu səmavi perspektivə sahib olmaq əslində nə deməkdir və bunun bizim daxili dünyamızla nə kimi bir əlaqəsi var? Hər şey əslində bu fundamental sualdan başlayır. Mətn bizi sorğu-suala çəkir. Məsihlə birlikdə dirilmisinizsə, aydındır ki, burada söhbət hansısa fiziki bir hadisədən getmir. Bu tamamilə ruhani bir çevrilmə, daxili bir transformasiyadır. Yaxşı, bəs bu nə deməkdir? Deməli, mənbəyə görə bu bizim öz gücümüzlə, öz cəhdimizlə edə biləcəyimiz bir islahat deyil. Bu daha dərin bir şeydir, daxili bir reallıqdır. Yəni, Allahın lütfu ilə o köhnə, günahkar təbiətə ölmək və ondan tamamilə yeni bir ürək, yeni bir kimliyi almaq. Bax, məhz bu köklü dəyişiklik səmavi düşüncə tərzini mümkün edir. Bu transformasiyanın ilk, bəlkə də ən çətin addımı köhnə mənliyi aradan qaldırmaqdır. Və dərsimiz də bunu çox gözəl bir bənzətmə ilə izah edir. Sanki çirkli paltarları çıxarıb tullayırsa, gəlin görək bu köhnə mənlik nə olan şeydir? Köhnə mənlik deyəndə insanın o yenilənməmiş, günaha meyilli təbiəti nəzərdə tutulur. Bizim ruhani həyata zidd olan, bizə miras qalmış meyillərimiz, köhnə vərdişlərimiz hamısı bax budur. Və mətn bizə deyir ki, bu təbiəti sadəcə tərbiyə etmək, islah etmək yox, onu tamamilə öldürmək lazımdır. Çox güclü ifadədir. Və baxın, bu siyahı heç də yüngül deyil. Söhbət sadəcə kiçik pis vərdişlərdən getmir. Mənbə çox konkret davranışları və münasibətləri sadalayır. Zinakarlıq, qəzəb, kin, böhtan, bunların hamısının həyatımızdan aktiv şəkildə qətiyyətlə çıxarılmalı olduğunu vurğulayır. Necə ki, köhnə çirkli paltarı əynindən çıxarıb atırsan. Yaxşı, indi keçək işin müsbət və qurucu hissəsinə. Köhnəni çıxartdıqdan sonra onun yerini boş saxlamaq olmaz axı. Yeniyə bürünmək, təmiz paltar geyinmək lazımdır. Baxın, bu yeni mənliyi xarakterizə edən keyfiyyətlər bunlardır. Mərhəmət, xeyirxahlıq, təvəzzükarlıq, səbr və ən vaciblərindən biri də bir-birini bağışlamaq. Mənbə xüsusilə vurğulayır ki, necə ki Məsih bizi bağışladı, biz də eləcə bir-birimizi bağışlamalıyıq. Bu, yeni həyat tərzinin demək olar ki, təməl daşıdır. Fərq həqiqətən də gecə ilə gündüz kimidir, daha aydın ola bilməzdi. Bir tərəfdə tərk etməli olduğumuz o köhnə, dağıdıcı davranışlar var, digər tərəfdə isə həyatımıza gətirməli olduğumuz yeni, qurucu, həyat verici fəzilətlər. Ancaq bütün bu yeni fəzilətləri bir-birinə bağlayan, onları tamamlayan daha bir vacib amil var. Deməli, ən vacib məqam budur. Bütün bu gözəl fəzilətlərin zirvəsində hamısını bir yerə tutan məhəbbət dayanır. Mənbə məhəbbəti hər şeyi bir-birinə bağlayan, onları mükəmməl bir harmoniyada saxlayan bir bağ adlandırır. Məhəbbət olmadan
digər fəzilətlər sanki yarımçıq qalır. Yaxşı, bəs bütün bu daxili dəyişiklik xarici aləmdə, bizim gündəlik həyatımızda, münasibətlərimizdə özünü necə göstərir? Yəni bu böyük transformasiyanın real nəticəsi nədir? Baxın, nəticə daxili bir sülhdür. Amma bu sadəcə bir sakitlik hissi deyil. Mətn deyir ki, Məsihin sülhü ürəklərimizdə hökmranlıq etməlidir. Bu nə deməkdir? Bu o deməkdir ki, idarə etmə, yəni qərarları verən, sükan arxasında oturan Məsih olanda bu daxili sülh bütün həyatımıza və münasibətlərimizə yayılan bir harmoniya yaradır. Bəs bu sülhü və harmoniyanı qorumaq üçün praktiki olaraq nə etməliyik? Dərsimiz bizə çox aydın bir yol xəritəsi verir. Birincisi, Məsihin kəlamını dərindən mənimsəyirik. İkincisi, bu hikməti bir-birimizlə bölüşürük, bir-birimizə dəstək oluruq. Və üçüncüsü, bütün bunları Allaha yönələn şükran dolu nəğmələrlə, ibadətlə ifadə edirik. Bu dayanmayan bir ruhani inkişaf prosesidir. Və nəhayət gəlib çatırıq bütün bu yeni həyat tərzini bir çətir altına alan, son və hər şey əhatə edən o böyük prinsipə. Bu cümlə demək olar ki, bütün bu fəlsəfəni yekunlaşdırır. Hər şey, hər dediyimiz söz, hər atdığımız addım, hər verdiyimiz qərar, hər şey Rəbb İsa'nın adı ilə edilməlidir. Bu həyatımızın hər bir sahəsini onun hakimiyyəti altına vermək, onun nümayəndəsi kimi hərəkət etmək deməkdir. Bu prinsip gündəlik seçimlərimizi həqiqətən tamamilə dəyişdirə bilər və biz bu təhlili birbaşa dərsimizdən götürülmüş bu düşündürücü sualla bitiririk. Bu, hər birimizin əslində özümüzə verməli olduğumuz bir sualdır. Bir anlıq dayanıb düşünək. Mən həqiqətən də hər şeyi Rəbb İsa'nın adı ilə edirəmmi? Etdiyim bu işi, dediyim bu sözü onun adı ilə edə bilərəmmi? Əgər cavab yoxdursa, bəlkə də onu heç etməməliyik. Bu sual üzərində düşünməyə dəyər əziz dostlar. Dinlədiyiniz üçün təşəkkür edirəm.